Herkese salam xanımlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən gəldim. Bilirəm, çoxdan da vlog çəkmirdim. Üzürlü səbəblərdən evdə hamımız xəstə idik və ona görə də enerjim, halım yox idi ki, vlogları çəkim. Həm də ki, o aşağı enerji ilə, o halsız, keyfsiz vəziyyətdə vlog çəkməyi istəmədim. Sizə də o aşağı enerjini ötürməyi istəmədim. Dedim, qoy sağalım, hər şey yaxşı olsun. Ondan sonra vloglara qaldığımız yerdən davam eləyərik. Gedirəm indi qızımı dərsdən götürməyə. Qızımı dərsdən götürüb evə gedəcəyəm. Qızım dərsdən çox gec saatlarda çıxır. Bu qışda necə olacaq bilmirəm. Çətin olacaq bizim üçün. Biraz təəssüf ki, bu il ikinci növbəyik. Belə, səhər bir-iki video çəkmişdim. Mətbəx o qədər dağınayıq idi ki, neçə vaxtı evə əl dəyə bilmirəm. Yəni, əl gəzdirə bilmirəm, ancaq vacib şeyləri eləyirdim. Düzü, yenə də vacib şeylər elədim. Çox dərinə, yəni çox dərin bir təmizlik eləməmişəm. Yəni də gündəlik də nə iş görürük? Tutaq ki, səhər dururuq, mətbəxi təmizləyirik, ortalığı yığışdırırıq. Belə bir şey eləyə bilmişəm. Düzdür, bizim mətbəx o gündəlik təmizlənmək etapını çox keçmişdi. 2 günün təmizliyi var idi orada, çünki heç halım yox idi. Ona görə də çox qarışmışdı mətbəxin. Vəziyyəti çox qarışıq idi. Biraz yığışdırdım, səliqəyə saldım. Sizin üçün də çəkdim, tezləşdirmişəm, amma belə, inşallah vloglara qaldığımız yerdən davam eləyərik. Xanımlar, burada mətbəxin halından biraz utandığım üçün ümumi mətbəxi çəkmədən işə başlayaram və tezləşdirmişəm videonu ki, həm çox uzun olmasın vlog, həm də ki, İnanın ki, baxmağa yorulardınız, o qədər qarışıq idi ki, mətbəx. Baxın, neçə ədəd çaynik varsa evdə, hamısında çay dəmləmişik və çaynikləri atıb yumamışam belə. 2-3 gün idi mətbəxə heç ancaq yemək üçün və çay süzmək üçün, çay dəmləmək üçün girmişdim. Necə bir xəstəlik, necə deyim, narahatçılıq keçirdiysə, bunu ifadə eləyə bilmərəm, ancaq bu cür göstərə bilərəm. Bugün biraz gözümü açmışam, özümə gəlmişəm. Dedim, mətbəxə biraz əl gəzdirim, yığışdırım ortalığı. Sonra hazırlaşıb çıxacağam, qızımı dərsə aparıb qoymalıyam. Sonra rəfiqəmlə görüşməliydik və dedim, biraz havaya çıxım. Həm bir-iki işim var, bir də mağazaya dəyməliyik, evimiz mağazasına getməliyik, bir-iki şey almalıdır oradan. Mənə dedi, gedərsən mənimlə, dedim, gedərəm, həm də mənim üçün də biraz çıxaram, havamı dəyişərəm, bəlkə biraz oksigen yaxşı təsir eləyər deyə düşündüm. Burada tez-tez yığışdırıram ki, heç olmasa vaxtım qalsın. Qızım ikinci növbə işləyir, nə idi? Qızım ikinci növbədir, dərsi saat 2-yə qalmış başlayır. Ona görə də səhərdən 1-də də evdən çıxıram. Çünki ancaq çatıram, çünki yollar o qədər probka olur ki. Tez-tez dedim, yığışdırım, çatdırım, hazırlaşım ki, saat 2-yə də, 2-yə yox, 2-yə qalmış qızımı dərsə qoyum, oradan da gedim digər işlərin arxasınca. Adətən evdə o qədər nəzik geyinirəm ki, qolu qısada, nə bilim, şortikdə gəzirəm, amma necə xəstələnmişdimsə, burada nə tapmışamsa geyinmişəm ki, bircə tez sağalım. Çünki bütün gücümü apardı bu xəstəlik mənim. Çox sağ olun ki, mənə yazırsınız digər vlogların altında. Hal-əhval alırsınız, niyə vlog çəkmirəm, maraqlanırsınız mənimlə, təşəkkür edirəm. Elə sevindirici haldır ki, bu qədər qısa zamanda məni bu qədər sevərək izləməyinizə çox sevinirəm. İnanın ki, necə ifadə eləyim bunu bilmirəm. Amma düşünürəm ki, səmimiyyətimə inanarsınız.
yığışdırdım mətbəxi, düzdür. Elə belə günlük təmizliyi idi, ortalığı yığışdırdım. Sadəcə. Vəssalam. Bəli, mən qızımı məktəbə düşürtdüm. İndi biz gəldik evimiz mağazasına. Rəfiqəm bir-iki əşya almalıdır buradan. Həm də mən yataq otağına 2 nəfərlik, yəni balaca kiçik ölçüdə ya balaca bir divan ya da ki bir kreslo almaq istəyirəm. Oturma bölümü istəyirəm orada yaratmaq. Pinterestdə görmüşəm. Bir kreslo, yanında jurnal masası, üzərində gözəl ətirli şamlar və yaxud da ki nəsə dekorativ qablar və yaxud da şam, ətir, nəsə şam demişdim. Nəsə belə bir şeylər, qızlar. Əslində məndə yataq otağında bir kreslo var idi və çox rahat kresloydu. Sadəcə olaraq rəngi qırmızı rəngdə idi deyə mən onu o otaqdan çıxartdım və ikinci əl kimi satdım onu başqa bir xanıma. Fikirləşdim ki, mən ora başqa rəng alaram, çünki qırmızı rəng ora uyğun gəlmir. Çəkilişlərdə filan məncə gözəl görünmürdü. Amma rahatlığı o qədər rahat kreslo idi ki, mən düşünürəm ki, onun qədər rahat kreslo bəlkə də heç tapa bilməyəcəm. Amma yenə də biraz rahat, biraz dekorativ olaraq gözəl görünən bir şey axtarırdım. Həm də ona görə ora getmişdim və onlara baxdım. Xanımlar, yadınızdadır, bu su qabından almışdım. Yəni buna bənzər dekalivdən. Mən qat-qat ucuz almışdım onu oradan. Burada biraz bahaydı. Burada sizin üçün çəkmişəm. Belə biraz gəzdikcə. Düşündüm ki, maraqlı olar. Bəlkə kiməsə bir fikir olar. Balkon mebelləridir. Burada balkon üçün divanlardır. Stəkanlardır, bakallardır. Mən sizə deyim ki, bəlkə də 2-3 il bundan öncə aranızda bu mağazaya gedən xanımlar varsa, bəlkə də mənim dediyimi təsdiqləyərlər. Əvvəl bu mağazada daha çox maraqlı çeşiddə qablar, dekorativ əşyalar, ümumiyyətlə hər şey, yəni ora aid olan hər şey daha çox idi çeşid olaraq. Amma bu dəfə və bundan öncə də bir neçə dəfə getmişəm, yəni bu yaxınlarda. Düşündüyüm, misal üçün o əvvəlki əşyaların o qədər çeşid, yəni o əşyalardakı o çeşidlər artıq çox azdır bu mağazada. Əvvəl misal üçün daha çox çeşid var idi. Axtardığımız hər şeyi və hər qiymətə oradan tapmaq olurdu. Bunlar yağdanlıqlardır. Mən çaynik bilmişəm birinci, sən demə yağdanlıq imiş. Mən də fikirləşirəm ki, bunun içini necə təmizləmək olar, burada necə çay dəmləmək olar. Rəfiqəm deyir ki, bu yağdanlıqdır. Altın qaldırdım ki, hə, düzdür, yağdanlıq imiş bu. Mən səhv başa düşmüşəm. Burada mətbəx üçün şampun qablarıdır, qab yuyan şampun və yaxud da əl sabunu, burada çaynik altlıqları, çaşqalar, salfetka qabları. Çox sadə şeylərdir. Yəni çox belə gözəl əşyalar deyil mənə görə. Mən elə düşünürəm və bu əşyaları qiymətləri mənə görə çox baha gəldi. Əvvəlki vloqlarımı izləyən xanımlar yəqin ki bilirlər. Mən çox qab-qacaq sevən biri deyiləm. Çox belə alan. Mənə görə qaba-qacağa verilən pullar çox mənasız gəlir. İndi nəsə dekorlar, nə bilim, qablar, dekorativ şeylər almağa başlamışam. O da nəyə görə? O da ona görə ki, sizin üçün vloqlar çəkirəm. Yeniliklər, maraqlı kontentlər yaratmaq istəyirəm. Ona görə yavaş-yavaş başlamışam nəsə almağa və fərqli bir şeylər yaratmağa ki, eyni şeylərdən sıxılmayasınız. Amma ona kimi mənim evimdə nə bir dekor, nə bir dekorativ şam və yaxud da nəsə bir, nə bilim, dipçək, gül qabı görməyi çox, necə deyim, yəni çox görünən bir şey deyildi. İndi başlamışam nəsə almağa və evdə nəsə yerləşdirməyə. Çünki gözüm tez yorulur. Çox əşya sevən deyiləm. Ortalığı boş sevirəm. Amma
Sizin üçün çəkirəm deyə indi özümə də maraqlı gəlir və almağa başlamışam. Mənim dəyərli izləyicilərim, burada sizdən bir şey xahiş etmək istəyirəm. Həmişəki kimi zəhmət olmasa, əgər kanalıma abunə deyilsinizsə abunə olmağı, videolarımı bəyənirsinizsə like etməyi və mənə mütləq öz şərhlərinizi yazmağı sizdən xahiş edirəm. Öncədən təşəkkür edirəm sizin üçün. Bu bizim kimi vlog çəkənlər üçün çox önəmlidir. Burada da maraqlı bir künc yaradıblar. Nəsə bir ideya formalaşa bilər insanın ağlında. Rəfiqəm mətbəx üçün stol-stula da baxdı. Kiçik belə minimalist bir şey axtarırdı mətbəx üçün. O da ki, heç orada olmadı. Burada baxın, koridor üçün maraqlı güzgülər var. Almaq olar. Divar saatları. Burada güzgülərdir, hansı ki, mənə görə qiymətləri heç münasib deyildi. Otaq üçün qoxular. Bunları çox bəyənirəm. Halbuki deyilənə görə çox zərərlidir. Amma hərdən istifadə edirəm. Baxın, bu qabları çox bəyəndim, qızlar. Bu quş motivləri olan. Bu rəngləri çox bəyənirəm əslində. Burada maraqlı belə aksesuarlar. Uzaqdan çəkirəm ki, bəlkə nəsə bir fikir formalaşa bilər. Kimsə nəsə istəsə, bəlkə axtardığı şeyi burada tapa bilər. Burada ütü masalarıdır. Ayaq altılardır qapının ağzına salmaq üçün. Hamam aksesuarları. Burada da belə maraqlı künc yaradıblar. Məncə koridorda istifadə etmək olar. Oradan nəsə düşünmək olar. Qızlar, baxın, bu tək-tək satılan sabun qabları mənə görə, məsələn, bu firmanın malları onsuz da bilirəm, bahadır. Mənə görə dəyməz o qədər pul vermək. İndi kimsə bəlkə bəyənər, alar, öz işidir. Amma mən şəxsi öz fikrimi deyirəm ki, məndə olub neçə dəfə almışam və əlimdən düşüb qırılır və heyf olur. Düşünürəm ki, o qədər pul verməyə dəyməz onlara. Amma dəst şəklində olanların qiyməti münasib idi. Belə dekorativ qab gördüm. Bu da çox bəyəndim, taxtadandır. Amma qiyməti xoşuma gəlmədi. Mən əslində heç nə almadım oradan. Amma rəfiqəmə vacib bir neçə əşya var idi ki, onu aldı. Əslində koridor üçün belə bir ayaqqabı şkafı istəyərdim almaq, amma düşündüyüm model bu deyil. Belə, baxın, məndə mətbəxdə var, belə güzgülü künc var. Həmin güzgünü o mağazadan almışam. Mən düşünürdüm ki, onu Yuskdan almışam. Sonra bu mağazada görəndən sonra yadıma düşdü ki, yox, elə buradan almışammış mən onu. Səhv salıram. Yastıqlara baxdım, xanımlar. Məndə yastığın biri xarab olub, maşında yumuşam deyə. Bu zibil qabları da çox keyfiyyətlidir. Nəzərinizdə olsun. Xanımlar, burada sizinlə sağollaşıram. Gələn dəfə görüşmək ümidi ilə. Bu vlogumuz biraz üzürlü sayın, qısa alındı. Siz çünki uzun vlog gözləyirdiniz, bilirəm. Amma çox qarışıq eləmək istəmədim. Mütləq yaxın günlərdə yenə vlog paylaşacağım. Hələlik xanımlar, görüşərik. Özünüzə yaxşı baxın.